Ya Allah, ya Allah. Salam dostlar. Bura Xankəndidir. Demək, bax bu yol gül kimi normal yol idi. Təsəvvür edirsiniz, bax buranı dağıdıblar. Bu həmən o Xankəndinin mərkəzi, o icra hakimiyyətinin yaxındakı dairədən bax belə bax bu yol gedirdi bax belə. Buranı dağıdıblar, buranı təzədən quracaqlar. Bu dəhşətə gəlməli bir məsələdir. Normal yol idi. Nə mənası bu? Buna bu dövlət başçısı nəzarət eləmir görən. Ki bunlar bu niyə dağıdılar? Bu evləri bərpa eləsinlər, cəmaət köçsünlər. Bura ən aşağısı bir 100 min əhali yerləşdirmək olar. Bunu cəmaatı yığsınlar, yerləşdirsinlər, bura düzəltsinlər. Bu asfaltın nə mənası var? Var idi də burada asfalt. Ay başınıza dönüm, ay qadanız alım. Ay Azərbaycan xalqım, niyə bu qədər laqeydisiniz? Sizin pulunuzdur, o bura xərclənən pullar sizin pulunuzdur. Balalarınızın puludur, sizin sərvətinizdir. Sizin icazəniz olmalıdır. Bir etiraz sözünüz olsun, bir prezident başa düşsün, eşitsin, çatdırsın ki ona ki bu cəmaət narazıdır, buranı sökürlər, tikirlər. Ay qadanızı alam, siz niyə bu qədər laqeydsiniz? Mənim ürəyim partlayıb öləcəm, eyvallah.